mənzil sistemində mənzil müəyyən edilmiş müddətdə elan çərçivəsində mənzil seçməyən istifadəçilər tərəfindən ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün istifadəçinin elektron kabinetində gözləmə mənzillər bölməsi yaradılmışdır. Elektron kabinet verilmiş şəxs bir elan çərçivəsində gözləmə qaydasında yalnız bir mənzili seçə bilər. Mənzillərin satışı barədə elan verildikdən sonra istifadəçinin elektron kabinetində gözləmə mənzillər bölməsində gözləmə qaydasında mənzil seçiminin başlanma tarixi və müddəti barədə məlumatlar əks olunur. Qeyd edilən başlanma vaxtına dək bu bölmə deaktiv olacaq. Gözləmə qaydasında mənzillərin seçiminin başlanmasına 24 saat qalmış, gözləmə mənzillər bölməsində məlumat xarakterli geri sayım başlayır. Geri sayım başa çatdıqda həmin bölmədə gözləmə qaydasında mənzillərin seçimi düyməsi avtomatik aktivləşir. Mənzillərin gözləmə qaydasında seçiminin başlanması zamanı müvafiq bölmədə seçimin başlanmasına dair xəbərdarlıq əks olunduqdan sonra istifadəçi bu bölməyə daxil olaraq gözləmə qaydasında mənzil seçiminə başlayır. Seçimlər mərhələsində istifadəçi verilən elana uyğun olaraq layihəni, daha sonra layihəyə uyğun olaraq ödəniş üsulunu və mənzil seçimi üsulunu seçdikdən sonra növbəti düyməsini sıxmalıdır. Xəritə üzərində mənzil seçimi edən istifadəçi seçdiyi layihənin xəritə üzərində ümumi görünüşünü və mövcud olan mənzillərin hansı binalarda yerləşdiyini görür. Gözləmə qaydasında seçim üçün binaların üzərində sarı rənglə işarələnmiş bina nömrələri qeyd olunur. Bu hissədə istifadəçi xəritə üzərində binanı seçmək üçün həmin binanın üzərinə sıxmalıdır. İstifadəçi xəritə üzərində binanı seçdikdə səhifənin sağ hissəsində həmin binanın və girişinin nömrəsini, binanın mərtəbə sayı barədə məlumatı və həmin zaman üzrə mövcud olan mənzillərin sayını görəcək. Qeyd olunan məlumatlarla tanış olduqdan sonra istifadəçi növbəti düyməsini sıxmalıdır. Bina mərhələsində istifadəçi mərtəbəni seçir və bu mərtəbədə seçim üçün mövcud olan mənzillərin sayı barədə məlumatlar əks olunur. Burada istifadəçi mərtəbəni seçib növbəti düyməsini sıxmalıdır. Mərtəbə mərhələsində istifadəçinin seçdiyi mərtəbənin planı əks olunur. Səhifənin sağ hissəsində digər mərtəbələrin planlarına baxmaq üçün müvafiq düymələrə sıxmaq imkanı mövcuddur. Həmin düymələr sıxıldıqda müvafiq mərtəbəyə keçid baş verərək həmin mərtəbənin planı ekranda əks olunacaq. Mərtəbə planı üzərində mövcud deyil statusu ilə işarələnmiş mənzillər əks oluna bilər. Həmin mənzillərin istifadəçi tərəfindən gözləmə qaydasında seçilməsi mümkün deyil. İstifadəçi mənzillərin statusları barədə məlumatları real vaxt rejimində yeniləyə bilər. Bunun üçün səhifənin yuxarı hissəsində yenilə düyməsi sıxılmalıdır. İstifadəçi mərtəbə planında mövcud olan mənzilin üzərinə sıxdıqda həmin mənzilə baxış keçirə bilər. Bundan əlavə, səhifənin sağ hissəsində qeyd olunan cədvəldən mövcud olan mənzili seçmək mümkündür. Xəritə üzərində mənzil seçimi üsulundan istifadə zamanı mənzil mövcud olmadıqda axtarışın ilkin mərhələsində müvafiq xəbərdarlıq əks olunur. Parametrlər üzrə seçim etmək üçün istifadəçi səhifə üzərində layihəni, ödəniş üsulunu və parametrlər üzrə mənzil seçimi üsulunu seçdikdən sonra növbəti düyməsini sıxmalıdır. Axtarış mərhələsində istifadəçi mənzilin yerləşdiyi binanın tipi, mərtəbə aralığı və otaq sayı üzrə axtarış edir. Mənzilin parametrləri seçildikdən və axtar düyməsi sıxıldıqdan sonra axtarışın nəticəsində mövcud olan mənzillərin siyahısı əks olunur. İstifadəçi siyahıda qeyd olunan mənzillərin birini seçib həmin mənzilə baxış keçirə bilər. Parametrlər üzrə mənzil seçimi üsulundan istifadə zamanı qeyd edilmiş parametrlərə cavab verən mənzil olmadıqda müvafiq xəbərdarlıq əks olunur. Ünvan üzrə seçim etmək üçün istifadəçi səhifə üzərində layihəni, ödəniş üsulunu və ünvan üzrə mənzil seçimi üsulunu seçdikdən sonra növbəti düyməsini sıxmalıdır. Axtarış mərhələsində istifadəçi mənzilin dəqiq ünvanını qeyd etməklə həmin mənzil üzrə axtarış edə bilər. Bunun üçün bina, giriş, mərtəbə və mənzil nömrələri müvafiq xanalarda seçildikdən sonra axtar düyməsi sıxılmalıdır. İstifadəçi tərəfindən axtarılan mənzil mövcud olduğu halda istifadəçi siyahıda əks olunan mənzilin üzərinə və ya növbəti düyməsini sıxaraq həmin mənzilə baxış keçirə bilər. İstifadəçi açılan səhifədə həmin mənzilə baxış keçirə və gözləmə qaydasında mənzili seçmiş vətəndaşların sayını görə bilər. Mənzil mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və təsdiq et düyməsini sıxan ilk iki şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. İstifadəçi mənzil barədə daha təfərrüatlı məlumatları əldə etmək üçün mənzilin planı düyməsini, gözləmə qaydasında mənzil seçimini təsdiq etmək üçün isə səhifənin aşağı hissəsindəki təsdiq et düyməsini
düyməsini sıxmalıdır. İstifadəçi əvvəlki mərhələyə qayıtmaq istədikdə geri düyməsini sıxmalıdır. İstifadəçi göstərilən ərizədə gözləmə qaydasında sıra nömrəsi barədə məlumatı görür. İstifadəçi səhifənin yuxarı hissəsindəki məlumat verici mətndə qeyd olunan tarixədək səhifənin yuxarı və aşağı hissəsində əks olunan imzala və təqdim et düymələrindən birini sıxaraq gözləmə qaydasında mənzil seçimini təqdim etməlidir. Əks halda mənzil seçimi qəbul edilməyəcək və digər istifadəçilərə bu mənzili gözləmə qaydasında seçmək imkanı yaradılacaq. Eyni zamanda istifadəçi bu səhifədə mənzil planını, dövlət qeydiyyat sənədini və agent banklara dair məlumatları PDF formatında yükləmək imkanına malikdir. Əgər istifadəçi ərizə mərhələsində gözləmə qaydasında mənzil seçimini imzalamadan, brauzerdən tamamilə çıxış etdikdən və ya brauzerdə güzəştli mənzil sistemi pəncərəsini bağladıqdan sonra yenidən güzəştli mənzil sisteminə daxil olduqda, həmçinin ərizə mərhələsində səhifənin yuxarı sol hissəsində əks olunan MIDA loqosuna və ya səhifənin aşağı hissəsində əks olunan geri düyməsinə sıxdıqda elektron kabinetin əsas səhifəsinə yönəldiləcək və gözləmə qaydasında mənzil seçimini imzalayaraq təqdim etmək üçün ayrılan vaxt bitməyibsə, gözləmə mənzillər bölməsində qeyd edilən tarixədək mənzil sifarişi ərizəsinin imzalanaraq təqdim edilməsi ilə bağlı məlumat əks olunacaq. İstifadəçi müvafiq vaxta qədər gözləmə qaydasında mənzil seçimini imzalayaraq təqdim etmək üçün gözləmə mənzillər bölməsinin üzərindəki təqdim et düyməsinə sıxmalıdır. Daha sonra istifadəçi yenidən ərizə mərhələsinə yönəldiləcək. İstifadəçi açılan səhifənin yuxarı və ya aşağı hissəsində əks olunan imzala və təqdim et düymələrindən birini sıxaraq gözləmə qaydasında mənzil seçimini imzalayıb təqdim etməlidir. İstifadəçi imzala və təqdim et düyməsini sıxdıqdan sonra mənzili gözləmə qaydasında seçməsi və sıra nömrəsi barədə bildiriş ekranda əks olunur. İstifadəçi ərizəni təqdim etdikdən sonra elektron kabinetə qayıt düyməsini sıxaraq öz elektron kabinetinə qayıda bilər. Gözləmə qaydasında mənzil seçimi təqdim olunduqdan sonra istifadəçi gözləmə mənzillər bölməsinin üzərində seçdiyiniz mənzil yazısını və bu bölməyə daxil olarkən təqdim etdiyi ərizəni görəcək. Əgər mənzil onu seçmiş şəxs tərəfindən əldə edilərsə, yəni alqı-satqı müqaviləsi rəsmiləşdirilərsə, həmin mənzili gözləmə qaydasında seçmiş istifadəçilərin elektron kabinetində gözləmə mənzillər bölməsindən seçdiyiniz mənzil yazısı silinəcəkdir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilməsə, gözləmə qaydasında həmin mənzili birinci sırada seçmiş şəxs ərizəçi statusunu əldə edir və onun həmin mənzili almaq hüququ yaranır. Bununla bağlı istifadəçinin elektron kabinetinə və elektron poçt ünvanına müvafiq bildiriş yerləşdiriləcək, həmçinin SMS vasitəsilə məlumat göndəriləcək. Daha sonra isə qaydaya uyğun olaraq alqı-satqı mərhələsinə başlanılacaq. Eyni qaydada, əgər mənzili hər hansı bir səbəbdən birinci sırada gözləmə qaydasında seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzili ikinci sırada seçmiş şəxs ərizəçi statusunu əldə edir və onun həmin mənzili almaq hüququ yaranır. Bu təlimatda qeyd olunan istifadəçinin adı, əlaqə vasitələri, şəxsiyyət vəsiqəsi və digər məlumatlar şərtidir.